Salam əziz şagirdlər, bu gün sizlərlə Elmədin Tağıyevdən natural ədədlər mövzusuna baxacağıq. Elə isə vaxt itirmədən başlayaq. Sual 1. Aşağıdakı ədədlərdən hansı üçə qalıqsız bölünür? Üçə qalıqsız bölünmənin qaydası necə idi uşaqlar? Rəqəmlərin cəmi üçə bölünürsə, bu ədəd üçə bölünür. Bax A variantına. A variantında 93.250. Rəqəmlərin cəmi nəyə bərabərdir? 9 üstə gəlsin 3, üstə gəlinsin 2, üstə gəl 5, üstə gəlinsin 0. Bərabərdir 19. 19 rəqəmi nəinki üçə heç bir rəqəmə bölünmür uşaqlar. Ona görə A variantı olmaz. B variantına baxırıq. B variantında 12423. 12423 bərabərdir. 1 üstə gəlinsin 2, üstə gəl 4, üstə gəl 2, üstə gəlsin 3. Bərabərdir 12. 12 rəqəmi 3-ə bölündüyünə görə deməli bu ədəd özü də 3-ə bölünür. Doğru cavab B variantı. İkinci sual. Ədədlərdən 2-yə və 5-ə bölünəni tapın. Deməli, 2-yə və 5-ə bölünən ədəd tapmaq üçün əvvəlcə 2-yə, daha sonra 5-ə bölünmən qaydasına baxaq. Bütün cüt rəqəmlər 2-yə bölünürdü. Ona görə tək rəqəmlər çıxır uşaqlar. A variantı tək rəqəmdir, B variantı tək rəqəmdir, D variantı tək rəqəmdir, E variantı da tək rəqəmdir. Elə ona görə də qalır bir dənə C variantı. Deməli, çünki 4-cü sual bu tip suallardır uşaqlar. Baxaq 5-ci suala. 5-ci sualda nə deyir bizə? 34.567-də neçə yüzlük var? Hər hansı bir ədəddə neçə yüzlük, onluq, minlik olduğunu bilməkdən ötürü bizə soruşulan yüzlüyə, onluğa, minə bölməliyik. Deməli, 34.567. Neçə dənə yüzlük olduğunu bilmək üçün 100-ə bölürəm uşaqlar. Bərabərdir. Olur 345-dan %67. Tam ədədin sayı qədər yüzlüyümüz var. Deməli 345. Olur B variantı. 6-cı sualda da uşaqlar neçə onluq var deyə. Neçə onluq olduğunu soruşanda ona böləndə nə alır? 987 tam. Doğru cavab D variantı. 7-ci suala baxırıq. Bölən 6 olarsa alına bilən qalıqların cəmini tap. Deməli, bölən 6-dırsa, qalıqlar 6-dan balaca rəqəmlər olmalıdır. Qalıq ola bilər 5, qalıq ola bilər 4, 3, 2 və 1. Bunların cəmini istəyir bizdən. Deməli, cəmi bərabərdir 15-ə. Doğru cavab olur A variantı 7-ci sualda. 8-ci sualda bu sualdan uşaqlar. Baxırıq sizdən 9-cu suala. 9-cu sualda n bərabərdir 6 vurulsun 5 vurulsun 9 vurulsun 7. Ədədinin neçə sadə böləni var? Əvvəlcə mürəkkəb ədədi sadə vurğular şəklində göstərək. 6 ədədini 2 vurulsun 3 kimi göstərə bilərik. 9-u da 3 vurulsun 3 kimi göstərə bilərik. Neçə sadə böləni varsa uşaqlar müxtəlif rəqəmləri götürürük. 2-yə bölünə bilər, 3-ə bölünə bilər, 5-ə bölünə bilər və 7-yə bölünə bilər. Cəmi 4 dənə. Doğru cavab olur bizdə A variantı 9-cu sualda. 10-cu, 11-ci sual bu tip suallardandır. 12-ci suala baxırıq. Deməli, 12-ci sualda bizdən soruşur əbob 140-160. Uşaqlar, əbobu həll eləyəndə, deməli, əvvəlcə sadə vurğulara ayırıb, ortaq olanların hasilini götürürük. Mən daha sadə bir metoddan istifadə etmək istəyirəm. 140 və 160-ı birbaşa görürük ki, buradan 10-u qarşıya çıxara bilərik. Yəni, bunu 14 vurulsun 10 kimi yazarıq. Bunu da 16 vurulsun 10 kimi yaza bilərəm. Buradan 10-u qarşıya çıxararam. 10 vurulsun, əbob 14, 16. 14-dən 16-nın əbobunu tapıb 10-a vursam, mən də cavabını tapmış olacağım. Bərabərdir. 14-dən 16 bilirik ki, 14 2 ilə 7-nin hasilindən əmələ gəlir. 16 da 2 ilə 8-dən əmələ gəlir. Deməli, bu ikisindən əbob olaraq 2 çıxmalıdır. Qarşıda 1 10 olduğuna görə cavab olur 10 vurulsun 2, o da bərabərdir 20. Siz daha əbobu sadə vurğulara ayıraraq tapa bilərsiniz. Mən bu metoddan istifadə edirəm. Əçob, deməli, baxırıq sizdən neçənci suala? 14-cü suala indi. Əçob 15-24. Əçob 15-24. Bunu da eyni qayda istifadə edəcəm uşaqlar. Deməli, 15-i 3 vurulsun 5 kimi götürəcəm. 24-də 3 vurulsun 8 kimi götürürəm. 3 hər ikisində var, 3-ü qarşıya çıxarıram. 3 vurulsun, əçob. Deməli, qalır yerdə 5 və 8.
5 tane 8 qarşılıqlı sadə ədəd olduğuna görə demişdik ki, qarşılıqlı sadə ədədlərin əbubu 1-ə, əçobu isə onların hasilinə bərabərdir. Yəni 3 vurulsun 5 vurulsun 8. O da bərabərdir 120. Doğru cavab olur bizdə E variantı. Baxaq 16-cı sual uşaqlar. Deyir ki, 16-cı sualda 14 və 32 parçasında neçə natural ədəd yerləşir? Hər hansı bir aralıqda neçə natural ədəd yerləşdiyini bilmək üçün uşaqlar, onların fərqinin üzərinə 1 gəlməliyik. İndi qapalı mötərizə veriliyinə görə 32 çıxılsın 14, üstə gəlinsin 1. O da bərabərdir 19. Doğru cavab E variantı. Deməli, 17-18 bu tip suallardan uşaqlar. Baxırıq sizlərdən 19-cu suala. 19-cu sualda nə deyir bizə? 25-ə böldükdə qalıqda 12 alınan ədəd hansıdır? Qalıqda 12 alınırsa, deməli, aşağıdakı variantların hər hansı birindən 12 çıxdıqda 25-ə tam bölünür. Şifahi burada birbaşa görür ki, uşaqlar 512-dən 12 çıxanda 500 qalır, o da 25-ə tam bölünür. Doğru cavab D variantı. 20-21 bu tip sualdandır. Baxırıq sizlərdən 22-ci suala. 22-ci sualda nədir? 80 ədədinin neçə sadə böləni var? 80-in bölənlərini yazaq. 2-yə bölünür 40, 2-yə bölünür 20, 2-yə bölünür 10, 2-yə bölünür 5, 5, 1. Bayaq nə dedik? Dedik ki, neçə sadə böləni var deyəndə müxtəlif olanları götürürük. 2 və 5. Cəmi olur 2 dənə A variantı. 23 də bu tip sualdan uşaqlar. Baxırıq 24-cü suala. Deməli, ədədi 18-ə bölükdə natamam qismətdə 4, hər hansı bir x ədədi bölürük 18-ə bərabərdir. Qismətdə 4, qalıqda isə 3 alınır. Bizdən bölünən istəyir, yəni x istəyir. Burada x bərabərdir 4 vurulsun 18, üstə gəlinsin 3. O da bərabərdir 75. Doğru cavab D variantı. 25-26 eyni tip suallardandır. Baxırıq sizlərdən 27-ci suala. 27-ci sualda nə deyir? Uzunluğu 30 metr olan məhdəli 2 metrlik hissələrə ayırmaq üçün neçə kəsim etmək lazımdır? Deməli, uşaqlar, bunu izah etməkdən ötürü bir dənə qısa bir nümunə deyim sizə. Bir dənə təbaşir götürürük. Bu təbaşiri 2 ilə bölməkdən ötürü 2 dənə kəsim eləyərik. Bir dənə kəsim eləyərik, 2 dənə hissə əmələ gələr. Və yaxud da bir dənə təbaşiri 3 yerə bölməkdən ötürü 2 dənə kəsim eləyərik. 2 dənə yerə 2 dənə kəsim eləyərik, 3 dənə hissə alınır. Fikir verir ki, 2 hissə olur, 1 kəsim olur. Və yaxud da 3 hissə olur, 2 kəsim olur. Deməli, kəsim sayı hissədən bir dəfə az olur. İndi bizdən 27-ci sualda nə deyir? Deyir ki, 30 metrlik məhdəli 2 metrlik hissələrə ayırmaq üçün neçə kəsim eləmək lazımdır? 2 metrlik hissələrə ayıranda 15 dənə hissə olur. 15 hissə olsa neçə kəsim eləmək lazımdır? Deməli, 14 dənə kəsim eləmək lazımdır. Doğru cavab E variantı. 28-ci bu tip sualdan da baxırıq 29-cu suala. A ədədi B-nin bölünəni olarsa. Deməli, 29-da A ədədi B-nin bölünənidir. A bölünsün B. Əbob AB-ni istəyir bizdən. Biz demiş ki, əgər bir ədəd digərinə bölünürsə, əbobumuz olur bölən. Deməli, bunun əbobu B-dir. Əçobu da A olmalıdır, uşaqlar. Bizdən indi əbobumu istəyir, bəli, əbobu istəyir. Ona görə doğru cavab B variantı. 30 da bunun kimidir. 30-da da əçobunu istəyəcək. Ona görə A olacaq. Doğru cavab, yəni C variantı. 31-ci sualda M və N ədədləri qarşılıqlı sadə ədədlər olarsa, əbob M-ni tapın. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir, uşaqlar. Əçobu da onların hasilini. Yəni, 32-ci sualda onların nəyini istəyir? Əçobunu istəyir. Hasil olmalıdır E variantı. Baxırıq 33-cü suala. N-in hansı qiymətlərində əbob N 12-də 12 bərabərliyi doğru olar? Deməli, biz dedik ki, əbob bizdə böləndir, əçob bölünəndir. 12-dən 12 çıxıbsa, uşaqlar, deməli, bunun kiçik rəqəmi 12-dir. N 12 və 12-dən böyük rəqəmlər olmalıdır.
Olmalıdır 12, 24, 48, 72. Əbobunu tapdığımıza görə. E variantı doğru cavab. İndi 34, 35, 36 bu tip suallardan uşaqlar. Baxırıq sizlərdən 37-ci suala. 37-ci sualda nədir? Deməli, n bərabərdir. 1 vurulsun 2, vurulsun 3, vur 4, vur 5, vurulsun 6, vurulsun 7, vurulsun 8. Üstə gəlinsin 4 ədədinin 12-yə bölünməsindən alınan qalıq neçədir? Deməli, n-in 12-yə bölünməsini deyir. N-i 12-yə böləndə, deməli, bunun hər ikisini 12-yə bölməliyik. Bərabərdir. Bunu ayrı-ayrı məxrəcdə yazsaq, 12-də 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6, 7, 8. Üstə gəlsin 4 bölünsün 12. Uşaqlar, fikir versək, buradan 3-dən 4-ün hasili ilə 12 ixtisar gedər. Deməli, birinci vuruqların hasili 12-yə bölünür. Lakin digər tərəfdə burada 4 12-yə bölünmür. Deməli, 4 qalıq qalmalıdır. Doğru cavab D variantı. Bunu şifayə də yaza bilərik uşaqlar birbaşa. Deməli, 38-ci suala şifayə olaraq baxsaq, artıq 15-ə bölünməsindən deyil. 3-dən 5-dən 15 gedər. Digər tərəfdə plus 7-də 7 15-ə bölünməz. Ona görə qalıq 7-də qalar. B variantı. 39-dur. Bu tip sualdandır. Baxırıq sizlərdən 41-ci suala. Deməli, ədədlərdən həm 5-ə, həm də 9-a bölünən hansıdır? 5-ə bölünmənin qaydası nədir? Burada 41-ci sualı qeyd edeyim. 5-ə bölünmənin qaydası sonu 0 və 5 olmalıdır. 9-a bölünmənin qaydası nədir? Rəqəmlərin cəmi 9-a bölünməlidir. İndi əvvəlcə 5-ə bölünənləri tapaq. Sonra 0 və 5-dən fərqli olanları çıxıram uşaqlar. D variantı ola bilməz, sonu 4-dən qutarır. B variantı ola bilməz, sonu 2 ilə qutarır. A variantı, deməli, E variantı, C variantı. Bu 3 variantdan biri doğru cavabdır. İndi 9-a bölünmənin qaydasına baxırıq. Rəqəmlərin cəmi 9-a bölünməlidir. A variantına baxaq. A variantda 3 üstə gəl 5, üstə gəlinsin 2, üstə gəlinsin 3, üstə gəlinsin 5. Bərabərdir. Deməli, bu eləyir 18. 18 rəqəmi 9-a bölündüyünə görə uşaqlar, doğru cavab A variantıymış. Həm 5-ə bölünür, həm də 9. 42, 43 bu tip suallardandır. 44-cü sual artıq bir dəfə də uşaqlar 44-cü sualdan bir dənə nümunə göstərmək istəyirəm sizlərə. 44-cü sual necə idi? Əbob 250 və 320. Və yaxına gedirdik. Birbaşa görünən ortaq vuruq xarici çıxarıram uşaqlar. Hər ikisində 10 vuruğu var. Ona görə onu qarşıya çıxarıram, yazıram əbob 25, 32. Bu 25-dən 32-nin əbobunu tapıb 10-a vurmalıyım. O da bərabərdir. 25-in vuruqları 5-ə bölünür. 5, 5, 1. 32-də isə 2-yə bölünür 16, 2-yə bölünür 8, 2-yə bölünür 4, 2-yə bölünür 2, 2, 1. Deməli, bunun əbobu nəyə bərabərdir uşaqlar? Hər ikisində baxırıq ki, ortaq vuruq yoxdur. Daha doğrusu, ortaq sadə bölən yoxdur. Deməli, bunun əbobu nəyə bərabərdir? 1-ə bərabərdir. Bunlar qarşılıqlı sadə ədədlər imiş. 10 vurulsun 1, o da bərabərdir 10. Doğru cavab oldu nə? B variantı. Deməli, baxırıq 46-cı suala. 60 ədədinin neçə sadə vuruğu var? 60-a sadə vuruqlarını yazacaq uşaqlar. 2-yə bölünür 30, 2-yə bölünür 15, 3-ə bölünür 5, 5, 1. Deməli, 60-a sadə vuruğu var. 2-dir, 3-dür və 5-dir. 3 dənə. Doğru cavab B variantı. İndi baxırıq 48-ci suala. 48-ci sualda deyir ki, 5-18 parçasında 12 ədədi ilə qarşılıqlı sadə nurların cəmini tapın. Deməli, 5-dən 18 arasında 12 ilə sadə olanlar 6 olmaz. 5-in özü olar uşaqlar. 5-in özü birinci, 48-də. 5 özü 12 ilə qarşılıqlı sadədir. 6 olmaz. 7 olar. 8 olmaz. 9 olmaz. 10 olmaz. 11 olar. Üstə gəlinsin. 12 olmaz. 13 olar. Üstə gəlinsin. 15 olmaz. 16 olmaz. 17 olar. Bunların cəmi tapaq uşaqlar. Deməli, bu eləyir 30. Bu da eləyir 23.
Bu gelir ümumilikdə 53. Doğru cavab E variantı. 49, 50 bu tip suallardandır. 51, 52-dən artıq işlədiyi uşaqlar yenidən yazmıram. 53 deyir. 53-də deyir ki, 5 ədədi ilə qarşılıqlı sadə olan ədədləri göstərin. Qarşılıqlı sadə nədir uşaqlar? Yəni ortaq böləni yoxdur. Ortaq böləni olmamalıdır. Baxırıq A variantına. 3 ilə 5 qarşılıqlı sadədir. 7 ilə 5 qarşılıqlı sadədir. Amma 10 ilə 5 qarşılıqlı sadə deyil. Çünki hər ikisi 5-ə bölünür. Ona görə A variantı olmaz. B variantı 5-dən 5 deməli 13, 5, 15-dən artıq olmayacaq uşaqlar. B variantı olmayacaq. Deməli, görək hansı variant kifayət görsənir birbaşa bizdə. Baxırıq E variantına uşaqlar. 3-dən 5 qarşılıqlı sadədir. 9-dan 5 qarşılıqlı sadədir. 7-dən 5 qarşılıqlı sadədir. 12 ilə 5 qarşılıqlı sadədir. Doğru cavab E variantı. Deməli, 54, 55 bu tip sualdan uşaqlar. 56, 57-dən artıq işlədir bayaqlarım. Bu səfər isə bölən olduğunu qeyd edir A-nın. Bunu da sizlər yazarsınız. Baxırıq 58-ci suala. 58-ci sualda nə deyir? Deməli, 217.073 vurulsun 721.075. Hasilin 7-yə bölünməsindən alınan qalığı tapın. Deməli, 7-yə bölünməsindən alınan qalığı deyir uşaqlar. Belə olan misallarda hər birinin ayrı-ayrı 7-yə bölünməsindən alınan qalığı tapaq. Deməli, birinci ədədin 7-yə bölünməsindən alınan qalıq. Baxaq, 21 7-yə bölünür. 7 7-yə bölünür. Təzədən 7 7-yə bölünəcək. Burada 3 bölünməyəcək. Qalıq olacaq burada 3. Digər vuruğa baxaq. 7-yə bölünməsindən 7 bölünür. 21 bölünəcək. 75 də 5 qalıq qalacaq uşaqlar. 5 də burada qalıq qalacaq. Deməli, birinci vuruqdan 3 qalıb, digərinizi 5 qalıq qaldı. Bunların hasili eləyir 15. 15-in də 7-yə bölünməsindən alınan qalıq eləyir 1. Deməli, doğru cavab olur D variantı. 59, 60 da bunun kimi suallardandır uşaqlar. Bir dənə də 60-ı deyim. Deməli, burada da 7-yə bölünməsində deyir 60-cı sualda. 72, 7 bölünəcək, 21 bölünəcək, 77 bölünəcək, 5 bölünməyəcək. Burada 5 qalıq qalacaq uşaqlar. Bir də deməli, sonda 72-də 2 qalıq qalacaq. 2 burada qalır, 5 burada qalır. Bunların hasili eləyir 10, 7-yə bölünməsindən alınan qalıq eləyir 3. Deməli, 61-ci suala baxırıq. Qismət bölünəndən 5 dəfə azdır. Böləni tapın. Uşaqlar, qismət bölünəndən 5 dəfə azsa, deməli, bölən özü 5 imiş. Doğru cavab E variantı. Sonra 62, 63, 64 bu tip suallardan uşaqlar. Baxırıq 65-ci suala. Sinifdə olan şagirdlər həm 9-9, həm də 12-12 cərgəyə düzmək olur. Sinifdə ən az neçə şagird olduğunu tapın. Bu nə deməkdir uşaqlar? Həm 9-a bölünən ədəddir bu ədəd, həm də 12-yə bölünən ədəddir. Yəni bizə deyir ki, qısacası 9-dan 12-nin əçobunu tap. Əçob 9-12 bərabərdir. Bunu tapmaqdan ötürü 9-un vuruqları nədir? 3, 3. 12-ni sadə bölənlərin yazsaq, deməli 2-yə bölünür 6, 2-yə bölünür 3, 3, 1. Deməli, bunun əçabı nə olacaq uşaqlar? 12 vurulsun. Ortaq olanları qeyd edirəm. Ortaq olan 1-in çıxdım. Bir dənə burada 3 ortaq deyil. Vurulsun 3 bərabərdir 36. Doğru cavab C variantı. 66-da bu tip sualdan uşaqlar. Baxırıq 67-yə. Deməli, Arifin addımı 60 sm, Əlinin addımı isə 70 sm-dir. Hansı ən yaxın məsafədə onların addımları üst-üstə düşər? Yenə eyni tip misaldan uşaqlar, 60-dan 70-in əçobunu tapmaq lazımdır. Əçob 60 və 70. Deməli, yəni elə bir ədəd olmalı ki, həm 60-a bölünsün, həm 70-ə bölünsün. Buradan onu qarşıya çıxarıram birbaşa yenə. 10 vurulsun, əçob 6 və 7. 6 ilə də 7 qarşılıqlı sadə ədəd olduğuna görə əçobu hasilindən yaranmalıdır. 10 vurulsun 42, o da bərabərdir 420. Doğru cavab olur D variantı. Baxırıq sizlərdən
69 eyni sualdandır. İşləmişik artıq buradan. 70-də təhlik soruşur uşaqlar. Bir ədədin ki, təhlik olduğunu bilməkdən ötürü həmin ədədin özü qədər. Yəni 1-ə bölünür. Necə ki, onluq soruşanda 10-a bölürdük, təhlik soruşanda 1-ə bölünür. 6786 ədədini də 1-ə böləndə elə 6786 olur. Doğru cavab D variantı olur. Deməli, sonra 71-ə baxaq sizlərdən uşaqlar. 71-də nə deyir bizə? Həm 24-ə, həm də 15-ə böldükdə qalığı 3 olan ən kiçik ədəd hansıdır? Deməli, elə bir ədəddir ki, həm 24-də bölünəcək, həm 15-ə bölünəcək. Sonra isə qalığı da 3 alınacaq. Əvvəlcə qalıq olan hissəsinə baxmıram uşaqlar. Ən ki 24-ə və 15-ə bölünən ədəd tapaq. Deməli, ən ki 24-ə və 15-ə bölünən ədəd onun əçobudur. Əçob 15 və 24. Bərabərdir. Hər ikisindən 3-ü qarşıya çıxara bilərəm uşaqlar. Bunu 3 vurulsun 5 kimi, bunu da 3 vur 8 kimi yazsam. 3-ü qarşıya çıxararam. 3 əçob 5 və 8. 5-nin də 8 qarşılıqlı sadə ədəd olduğuna görə 3 vurulsun. Əçob olan hasilinə yaranır. Yəni 5-dən 8-in hasili eləyir 40. O da bərabərdir 120. Deməli, əçobu oldu 120. Və qalığı 3 olması üçün də bu 120-nin üzərinə 3 gəlməliyəm ki, 15-ə böləndə qalıq 3 alınsın, 24-ə böləndə qalıq 3 alsın. Ona görə doğru cavab olur 123. Doğru cavab D variantı. 72, 73 eyni tip suallardan uşaqlar. 74-ə baxaq sizlərdən. Deməli, 74-də nə istəyir bizdən? Əçob 40-50 bölünsün əbob 40-50 bərabər. Uşaqlar, hər ikisindən onu qarşıya çıxara bilirəm yenə. Onu çıxardıqda, deməli, əçob 10 vurulsun əçob 4, 5. 10 vurulsun əçob, əbob daha doğrusu. Əbob 4, 5. Deməli, 4-dən 5 qarşılıqlı sadə ədəddir. Əçobu olmalıdır onların hasilinə, yəni 20-yə. Əbobu olmalıdır 1-ə. Deməli, alınır 10 vurulsun 20, 10 vurulsun 1. Bu da bərabərdir. Onlar ixtisar edir uşaqlar, eləyir 20. 74-də doğru cavab C variantı. 74-ü səhv elədim, 75-i qeyd etdim. 74-də doğru cavab C variantı. 75-76 eyni tip suallardandır. 77-ci suala baxaq sizlərdən. 77-ni üzərini göstərəcəm uşaqlar. Deməli, 2, 4, 8, 16, ulduz 64 ədədləri müəyyən qayda ilə düzülmüşdür. Ulduz işarəsi yerinə hansı ədəd yazılmışdır? Deməli, 2-dən 4-ə necə gələ bilər? 2-dən 4-ə üzərinə 2 də gələ bilər. 2-yə vuraraq da yaza bilər. 4-dən 8-ə 2-yə vuraraq gələ bilər. 8-dən 16-ya 2-yə vurar. Deməli, 16-dan da növbəti ulduza 2-yə vurmalıdır. 2-yə vursa, 16-nın 2-yə vursa nə olmalıdır? 32, 32-ni də 2-yə vursa 64. Deməli, doğru cavab D variantı. 78, 79, 80 eyni tip sualdan uşaqlar. Baxırıq 81-ə. Deməli, 81-də bir dənə ədəd verib. Ədədimiz belədir. 4A, 5B, 7. Üzərində bir dənə xət varsa, bu ədədin bütöv bir ədəd olduğunu bildirir uşaqlar. Deyir, bu 5 rəqəmi nədədir? 3-ə tam bölünür. 3-ə tam bölünmə necədir? Rəqəmlərin cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. A plus B cəmi hansı ədəd ola bilməz? Ola bilməzi soruşur bizdən. Əvvəlcə yoxlayaq görək, bu ədədlərin cəmi nəymiş? 4 üstə gəlinsin A, üstə gəlinsin 5, üstə gəlin B, üstə gəlinsin 7. Bu 3-ə tam bölünməlidir. Bölünsün 3. Bərabərdir. Bu deyir nədir bizdə? 16 üstə gəlinsin A, üstə gəlinsin B, bölünsün 3. A plus B elə ədəd olmalıdır ki, uşaqlar, 16-nın üzərinə gələndə 3-ə tam bölünsün. İndi bizdən ola bilməzi soruşur. A plus B hansı ola bilməz? Baxaq, A plus B-yə A variantını qoysam əgər, yəni 2 qoysam, bu eləyər 18, 3-ə tam bölünər. A variantı uyğun gələr, A plus B olar. Amma ola bilməzi soruşur bizdən. Ona görə bu səhvdir. B variantına baxırıq. 5-ə.
Bura 5 qoysaq əgər, 16-nın üzərinə 5 gəlsək eləyər 21, 3-ə bölünər o da. Deməli, B variantı da olar, da ola bilməzi soruşurdu. B variantı olmaz. 5-i sildik. C variantına baxırıq. 16-nın üzərinə 11 gəlsə eləyər 27, o da 3-ə bölünər. Deməli, bu da olmaz. Baxırıq D variantına. 16-nın üstünə 13 gəlsə uşaqlar eləyər, deməli, 29, 29 3-ə bölünməz. Deməli, A plus B nə ola bilməz, 13 ola bilməz. D variantı doğru cavabdır. Deməli, 82-83 eyni tip sualdan uşaqlar. 84-ə baxaq sizlərdən. Qarşılıqlı sadə ədədlər cütü hansıdır? Deməli, ortaq böləni olmayanlar. 10-16 ortaq böləni var. Hər ikisi 2-yə bölünür. Deməli, A variantı olmaz. B variantına baxırıq. 12 ilə 15 hər ikisi 3-ə bölünür. Olmaz. Sonra baxaq sizlərdən C variantına 45 ilə 35 hər ikisi 5-ə bölünür. Olmaz. D variantına baxaq. 16-nın bölənləri 2-dən ibarətdir. 25 ilə 5-dən ibarətdir. Deməli, bunların ortaq böləni yoxdur. Qarşılıqlı sadə ədədlərdir. Doğru cavab D variantı. 85 bu tip sualdan uşaqlar. 86-ya baxaq. Deyir, ədədlərdən hansı qalıqsız 4-ə bölünür? 4-ə bölünmənin qaydası necə idi? Son 2 rəqəm 4-ə bölünürsə, o ədəd özü 4-ə bölünür. Yəni, nə demək istəyirəm? Tutaq ki, A variantında 43.283 rəqəmidir. 86-da A variantı 43.281. Deməli, 81 4-ə bölünsə, bu ədəd 4-ə bölünəcək. 81 4-ə bölünmədiyinə görə bu variant doğru deyil. Baxırıq B variantına. 23.453-də son 2 rəqəm nədir? 52. 52 4-ə bölünür uşaqlar. Bəli, 52 4-ə bölündüyünə görə bu ədəd özü 4-ə bölünür. Doğru cavab B variantı. Deməli, 87 eyni tip sualdan uşaqlar. 88-də fərq qazanılandan 52 vahid keçdir. Çıxılan tapın, çıxılan özü elə 52-dir uşaqlar. C variantı. Deməli, artıq uşaqlar 90-dır, 91-dir bu tip suallardan işlədik. Maraqlı suallardan biri olan 92-ci suala baxaq sizlərdən. 92-ci sual. Deyir, 4 üstündə 15 ədədinin sonuncu rəqəmini tapın. Bunu necə taparıq uşaqlar? Əvvəlcə müəyyən ən sadədən ən mürəkkəbinə doğru gedək. 4 üzərində 1 bərabərdir 4-ə. 4 üzərində 2 bərabərdir 16-ya. 4 üzərində 3 bərabərdir 64-ə. 4 üzərində 4 bərabərdir 64-də 4-ə vursaq 256-ya. İndi buradan bir nəticə çıxaraq uşaqlar. Fikir verək. 4-ün üzərində 1, 3, yəni tək rəqəmlər olanda sonu 4-dən qutarır. Cüt rəqəmlər olanda 2, 4, olanda sonu 6 ilə qutarır. İndi bizə 4 üzərində 15 deyir. 15 tək rəqəmdir. Tək rəqəm olanda sonu nə ilə qutarırdı? 4-dən qutarırdı. Deməli, sonuncu rəqəm 4 olmalı. Doğru cavab C variantı. Eyni qaydada 93-cü sualda sizlər işləyirsiniz uşaqlar. Sonra baxaq sizlərdən 94-cü suala. Sual 94. Deməli, Ə çox M-in 19-dur. Ə çox M-N 19. M plus N'in ən böyük qiymətini tapın birinizdə deyir. Deməli, Ə çox M-in 19 olmağı nədir uşaqlar? Bu 19 rəqəmi həm M-ə bölünür, həm N-ə bölünür. Bizdə də bu ola bilər, ya 1-19 olar, ya da 19-19 olar ki, Ə çox 19 çıxsın. Bizdə də ən böyük qiymətini soruşur. M üstəgəl N'in ən böyük qiyməti. Deməli, hər ikisinin 19 olma ehtimalını götürürük. O da bərabərdir 38-ə. Doğru cavab E variantı. Baxaq uşaqlar sizlərdən 97-ci suala. Deməli, 97-ci sualda nə deyir? Əbob AB 15-dir. Və A vur B 45, 450-yə bərabərdir. A vur B bərabərdir 450. Olarsa, Əçob AB-ni tapın. Necə yazarıq indi bu sualı? Deməli, Əbob AB 15 olmağı nə deməkdir? Deməli, bunların ən ki ortaq böləni 15 uşaqlar.
Bunu yazaq belə. A-nın yerinə deməli K vurulsun 15. B-nin də yerinə C vurulsun 15 yazsaq. Deməli, bunların əbubu 15 çıxıb uşaqlar. Bunların hasilinin 450 olduğunu deyir. A vur B 450 olmağı A vurulsun B bərabərdir. Bölür 225 KS. AB'nin də 450 olduğunu nəzərə alsaq, 450 bərabərdir 225 KS. KS də bərabər nəyə? 2-yə. İndi əçobu tapmalıyıq buradan. Əçob AB yerinə yazaq uşaqlar. Əçob A-nın yerinə yazıram K vur 15. B-nin də yerinə yazıram C vurulsun 15. Bunun əçabı nə olar uşaqlar? 15 vurulsun K vurulsun C. K vur C də bizdə 2 olduğuna görə bu da eləyir 30. Deməli, doğru cavab 97-ci sualda olur. E variantı. Baxırıq sizlərdən neçənci suala. Bir də baxaq 100-cü suala uşaqlar. Deməli, ədədlərdən neçəsi sadə ədəddir? 11 sadə ədəddir. 15 sadə ədəd deyil, 27 sadə ədəd deyil, 36 sadə ədəd deyil, 39 sadə ədəd deyil, 3-ə bölünür. 107 sadə ədəddir, 113 sadə ədəddir. Deməli, 3 dənəsi. Doğru cavab B variantı. Bu günlük bu qədər uşaqlar.